Hər kəsə salam. Gəlin sualın izahına baxaq. Deyir ki, ABC üçbucağında, gəlin çəkək. Bizə deyir ki, ABC üçbucağında AB tərəfi 5-dir. Yəni buranı bizə 5 verib, BC-ni 7 verib. ABC bucağı, baxın bu bucaq. Bunun qarşısında duran tərəfə də x deyirəm. Deyir ən böyük bucaqdır. Üçbucağın AC tərəfinin, baxın bu tərəfin ala biləcəyi tam qiymətlərin cəmidir. Soruşur. İlk öncə üçbucaq bərabərsizliyini yazıram. 7 çıxaq 5-in modulu x-dən kiçik olmalıdır. Və 5 də gələk 7 də x-dən kiçik olmalıdır. Yəni 2 və 12 aralığında yerləşir. Amma siz burada 3-dən 3 və 11 daxil ədədlərin cəmini götürsəniz bu səhvdir. Səbəb niyədir? Çünki burada böyük tərəfin qarşısında böyük bucaq durur və bizə də ABC bucağını ən böyük bucaq deyir. Deməli bu bucaq 5-dən də 7-dən də bu tərəf, daha doğrusu 5 və 7-dən böyük olmalıdır. Ona görə x minimum 8 götürülür və 8, 9, 10, 11-in cəmi tapılır. 17, 27, 38. Deməli doğru cavab B variantı olmuş olur.